Hekayələrlə dəyərlər silsiləsi. Ədaləti öyrədən hekayələr. Hakimin qərarları. Qədim zamanlarda ədalətli bir hökmdar var idi. O tez-tez paltarını dəyişdirib, xalqa qarışır, əhalinin dolanışığına nəzarət edirdi. Bir gün qazıların ədalətli qərarlar verib-vermədiyini öyrənmək üçün bir məhkəməyə girdi. O qədər köhnə paltar geyinmişdi ki, heç kim onun hökmdar olduğuna inanmazdı. O, məhkəmə otağına keçib küncdə oturdu. Bir qədər sonra qazı gəlib yerində əyləşdi. Hakimdən sonra 2 adam içəri girdi. Onlardan biri kör idi. At üstündə mübahisələri düşmüşdü. Kör adam qazıya dedi: "Çöldə bağlanmış at mənimdir. Ancaq bu adam atımı əlimdən almaq istəyir." O biri adam etiraz elədi: "Mən kör adamın atını niyə alım ki? O at mənimdir. Özüm saxlayıb böyütmüşəm." Qazı ikisinə də qulaq asandan sonra dedi: "Atı mənim tövləmə aparın. Sabah ikiniz də birlikdə tövləyə gəlin." Hökmdar fikirləşdi ki, yəqin qazı atı onların əlindən almaq istəyir. Biraz keçmişdi ki, içəri 2 adam da girdi. Onlardan biri qəssab, digəri isə dülgər idi. Onlar da lal kölə üstündə dalaşmışdılar. Dülgər: "Bu kölə mənimdir. Neçə ildir ki, yanımdadır," deyirdi. Qəssab etiraz edirdi: "Mən bu köləni uşaqlığından tanıyıram. Çoxdandır evimizdə xidmətçilik edir." Qazı dedi: "Köləni mənim evimə göndərin. Siz gedin, sabah qərar verəcəm." Hökmdar elə bildi ki, qazı cəmaatın malına göz dikib. Hətta fikirləşdi ki, kim olduğunu deyib qazını cəzalandırsın. Amma hadisələrin necə qurtaracağını bilmək üçün sabaha qədər gözləməyə qərar verdi. Bir qədər keçmişdi ki, 2 nəfər də gəldi. "Mən zeytun yağı satmaqla dolanıram. Bu kişiyə bir kisədə 100 qızıl vermişdim. Uzun müddət idi ki, ala bilmirdim. Bugün evinə borcumu almağa getmişdim. Gördüm ki, əlində həmin kisə var. İçində də qızıllarım. İstədim, amma borcunu vermədi. Mən də onu alıb bura, məhkəmənin hüzuruna gəldim." O biri: "Yox, o yalan deyir. Bu kisədəki 100 qızıl mənə atamdan qalıb." Qazı dedi: "Sən o qızılları burada qoy get. Sabah qərar verəcəm." Hökmdar az qaldı ki, yerindən qalxıb qazını qovsun. Yenə də özünü saxlayıb işin axırını gözlədi. Ertəsi gün qazı eyni vaxtda gəldi. Əvvəlcə at üstündə mübahisə edənləri içəri çağırdı. "At kör adamındır. Mən atı bütün gecə at saxladım. Səhər ikinizi axıra saldım. At yiyəsinin səsindən tanıyır. Sən atı çağıranda at tərpənmədi. Ancaq kör adamın səsini eşidər-eşitməz ayaqlarını yerə döydü. Siz çıxa bilərsiniz." Hökmdar qazının qərarına heyran qaldı. Ürəyində ona afərin dedi. Sonra dülgər və qəssabı çağırtdırdı. Hakim onlara dedi: "Kölə bu qəssabındır. Dünən ona ət taxtası təmizlətdirdim. Taxtanı tərtəmiz elədi. Demək qəssabın yanında işləyib." Hökmdar dünən qazı haqqında düşündüklərinə görə peşman oldu.
Görüm üçüncü məsələni necə həll edəcək, deyib gözlədi. Sonda zeytun satıcısı ilə mübahisə etdiyi adam gəldilər. Qazı üzünü zeytun satıcısına tutub dedi: "Mən dünən sizdən aldığım qızılları ilıq suya qoydum. Suyun üzündə yağ damcıları göründü. Başa düşdüm ki, pullar sənindir. Götür qızıllarını." Hökmdar ayağa qalxıb hökmdar olduğunu dedi. Qazının yanına gedib onu təbrik etdi. Ədalətli qərarlar verdiyinə görə onu böyük bir şəhərə qazı təyin elədi.